prezidentimiz buyurub ki, ölkədə yaşamaq istəməyən çıxsın ölkədən. Bizi ölkədən çıxmağa təklif edirlər. Bizi həbslərlə hədələyirlər. Biz bir qarnı aç, bir qarnı tox, heç bir şeyə etiraz etmədən, kirayələrimizi güclə ödəyərək, ölkəmizdə yaşamaq uğrunda mübarizə aparan insanları, bizi vətən xaininə çevirən şəxslərlə bağlı nə vaxt tədbir görəcəksiniz, cənab prezident? Onlara nə vaxt gəlib çatacaq növbə? Bir müəllimin 65 yaşı olan kimi, 63 yaşı, 65 yaşı olan kimi tez olduqca aşağı məbləğlə pensiyaya göndərilirlər, təqaüdə göndərilirlər. Hələ də başında Sovet dövrünün, hələ də başında anarxiya dövrünün havası əsən icra başçılarınız, 72, 73, 75 yaşlı icra başçılarınız nə zaman yadınıza düşəcək, cənab prezident? Onlar barədə nə vaxt tədbir görəcəksiniz? Ölkəmizdə yaşamaq istəyirəm. Mən övladlarımın gələcəyinin burada qurmasını istəyirəm. Mən istəyirəm ki, bu ölkəyə layiqli vətəndaşlar yetişdirim. Nə vaxta qədər bu məmurlar mənim övladlarımın vətənindən iyrəndirməklə məşğul olacaqlar və mənim kimi neçə insanlar. Nə vaxta qədər kasıb, zəif, sadə vətəndaşların haqqı yeyiləcək, cənab prezident. Arzu edirəm ki, 63 yaş sizə, sizi vətəndaşlarınıza, sizi seçicilərinizə daha çox yaxınlaşdırsın. Vətəndaşların səsini eşidəsiniz. Haqsızlıqda boğulan səslərini, fəryadlarını eşidəsiniz. Doğum gününüz mübarək.